everyone, it's Esmira from Qacar Academy. Bugün biz sizinle bir yerde inversiya mövzusuna baxacağıq. İnversiyanı nə zaman istifadə edirik, hansı hallarda istifadə olunur, hansı formada düzəldirik və nəyə görə inversiyadan istifadə etmək vacibdir, bu mövzu haqqında danışacağıq. İnversiya ümumilikdə iki formada yaranır. Ya negativ zərfliklər vasitəsilə, ya conditionallar vasitəsilə yarada bilirik. Biz bugün negativ zərfliklərlə necə yaradırıq, onun haqqında danışacağıq. İnversiya ümumiyyətlə nəyə xidmət edir, nə üçün biz onu istifadə edirik? İlk olaraq gəlin bunun haqqında danışaq. İnversiya ümumilikdə ingilis dilində əgər cümlə güclü negativ bir ifadə ilə başlayırsa, qrammatika o zaman həyəcan siqnalı verməyə başlayır. Yəni demək istəyir ki, cümlə güclü bir negativ ifadə ilə başladı. Bu cümlənin quruluşunda bir dəyişiklik olmalıdır. Söhbət təbii ki, formal ingilis dilindən gedir. Bu gündəlik danışıq dilinə aid deyil və inversiyanı tətbiq eləyə biləcəyiniz sahədə akademik ingilis dilidir. Yəni ya research paperlarda, ya IELTS imtahanında, ya doktorantura imtahanında istifadə edə bilərsiniz bu qaydanı. Dediyim kimi, ingilis dilində cümlə güclü negativ bir ifadə ilə başlayanda qrammatika avtomatik həyəcan siqnalı verməyə başlayır və dil, belə deyək, sual tipli cümlə qurmaqla reaksiya verir. Nəyə görə sual tipli? Çünki biz sualda da götürüb köməkçi feili cümlənin əvvəlinə keçirdirik. Burada da demək olar ki, ona bənzər bir qayda üzərindən gedəcəyik. İnversiya güclü vurğunu, formallığı və restriction-ı öyrədir, göstərir daha doğrusu. Yəni qısıtlamanı göstərir. Negativliyi sakit formada vurğulamaq, sakit tonda vurğulamaq sevilmir, belə deyək bir növ. Və əgər güclü inkar göstəricisi ilə cümləyə başlayırıqsa, ingilis dili bunu vacib və dramatik hal kimi qəbul eləyir. Yəni, never I saw əvəzinə məcbur eləyir ki, never did I see this deyək və daha güclü dramatik bir ifadə yaradaq. Bu həmçinin cümləyə güc qazandırır. Biz inversiyanı Azərbaycan ilə tətbiq eləmək istəsək, bizdə mübtədanın və xəbərin yeri dəyişməyəcək. Amma ingilis dilində burada dəyişikliklər baş verir müəyyən qədər. Əslində inversiya öncədən bildiyimiz bir mövzudur. Dediyim kimi sual cümlələrinin tərkibində var. Mental olaraq isə inversiya istifadə olunduqda biz artıq anlamağa başlayırıq ki, cümlə ciddi olacaq. Yəni düşünürüksə ki, neqativ bir adverbial işlədəcəyik cümlədə, artıq bizə aydın olur ki, cümlə ciddi bir cümlə olacaq. Ona görə də daha güclü bir struktur vermək istəyirik. Bu zamanda inversiyaya müraciət edirik. Dediyim kimi, neqativ məna daşıyan zərfliyi cümlənin əvvəlində istifadə edə bilmək, cümlələri daha vurğulu və formal etmək üçün inversiyadan istifadə edə bilərik. İnversiyadan istifadə eləyərkən də quruluş bu formada dəyişəcək. İlk öncə neqativ adverbial gətirib qoyacağıq. Daha sonra auxiliary verb gələcək, yəni köməkçi fe'l gələcək. Növbəti olaraq subject gələcək, yəni cümləmizin mübtədası. Sonda isə əsas fe'limiz varsa, əsas fe'limiz gələcək. Əgər cümlədə köməkçi fe'l yoxdursa, indiki zamanda do və does əlavə edirik, keçmiş zamanda isə did köməkçi fe'lindən istifadə edirik. Yəni cümlədə neqativ konstruksiya axtarırıq ilk öncə. Burada da qeyd etmişəm. Bu neqativ adverbialların arasına daxildir not only but also. Yəqin ki, bunu görmüsünüz, istifadə də edirsiniz. Burada cümlənin ilkin forması, yəni inversiyaya uğramamış forması var. She not only finished the project on time, but she also impressed the manager. O sadəcə proyekti vaxtında bitirmədi, həmçinin meneceri də valeh etdi. Not only, görürsünüz, ilk olaraq gətirdik, inversiyada istifadə edə biləcəyimiz adverbialın birinci hissəsini qoyduq. Not only demişdik, sonra nə gəlməlidir? Auxiliary verb. Auxiliary verbimiz finishdə görə, impressdə görə anlayırıq ki, keçmiş zamanda olmalıdır. Cümləmdə yoxdur, mən özüm əlavə edəcəm. Didi gətirdim, qoydum. Cümləmin mübtədası she-dir. İlk cümləyə gətirirəm, bu hissəyə she-ni qoyuram. Not only did she finished idi. Mən did əlavə etmişəm deyə finish formasına çevirəcəm. The project on time. Yenə gətirib but also-nu qoyduq. But she also impressed the manager. Hətta burada vurğunu biraz daha artırırıq. Növbəti olaraq not since-ə baxırıq. Not since sözündən sonra clause tələb eləyir. Yəni clause deyirdik ki,
Mübtəda xəbərdir. Eyni qaydada she has not been this happy since she changed her job. She changed her job. Has she been this happy? Not since-i gətirib qoyuruq. Cümləmin mübtədası she-dir. Gətirdim, qoydum yerinə. Aha, baxıram, görürəm ki, cümləmin xəbəri nədir? Bu cümlədə biraz cümlənin quruluşu da dəyişəcək. İlk öncə bu hissəni gətirib qoyacağıq. Çünki sinsli hissə burdadır, not sinsli hissə burdadır. İlk öncə sinsdən sonrakı hissəni gətirib yerləşdirəcəyik. Daha sonra ilk hissəni gətirib yerləşdirəcəyik. Məsələn, not since she changed her job. Burada cümləmin mübtədası she-dir, xəbəri change-dir. Ona görə gətirib changed sözünü qoyuram. Ardınca cümlənin ilk hissəsinə qayıdıb onu yerləşdirirəm. Yenə burada dəyişiklik olur. İlk öncə gəlir auxiliary verb, daha sonra isə mübtəda gəlir. Daha sonra only if, only now, ümumiyyətlə only ilə olan only when də daxildir bura və s. Adverbiallardan danışacağıq biz biraz. Əgər sadəcə only istifadə olunubsa, burada inversiyaya yol verə bilmirik. Amma only ifdir, only now'dır, only when'dir və s. bu tipli adverbiallar varsa, o zaman inversiya edə bilərik. Yenə eyni qaydada only if özündən sonra clause istəyir, yəni mübtəda xəbər istəyir. You will improve your English if you only if you study regularly. Sən ingilis dilini sadəcə qaydalı şəkildə, yəni vaxtında oxuyarsansa inkişaf etdirə bilərsən. Only if you study regularly will you improve your English. Aha, gətirdik. Clause dedikdə mübtəda xəbər nəzərdə tuturuq və only if-i gətirib qoymuşuq. Mübtədanı gətirmişik, qoymuşuq ilk olaraq. Cümləmin mübtədası you'dur, səndir. Cümləmin xəbəri study'dir. Əgər sən oxusan, sən ingilis dilini inkişaf etdirərsən. Əgərli hissəni əvvələ keçirtdim ilk olaraq, only if-li hissəni əvvələ keçirtdim. Daha sonra gətirdim, mübtəda xəbəri olduğu kimi qoydum. Yəni, bu mübtəda xəbərdən sonra regularlı gəldiyinə görə bu hissəyə aiddir. Daha sonra cümlənin ilk hissəsini gətirib qoyduq. Yəni, yer dəyişmə etdik. Yenə burada da demişdik ki, köməkçi fe'l keçməlidir əvvələ, köməkçi fe'li keçirtmişik əvvələ. Only now. I understand what you meant only now. Mən yalnız indi başa düşürəm sənin nəyi nəzərdə tutduğunu. Only now-nu keçirtdi yenə əvvələ. Baxıram cümləm hansına zaman növündədir, indiki zaman növündədir. Deməli, burada ya do-dan ya da does-dan istifadə eləyəcəm. Söhbət məndən getdiyinə görə do-dan istifadə eləyirəm, do-nu keçirdirəm cümlənin əvvəlinə. Only now do I understand what you meant. Digər tərəfdə heç bir dəyişiklik etmirəm, çünki bu hissədə ediləcək bir dəyişiklik yoxdur. Çünki cümləni vurğulamaq istədiyim hissəsi mənim sadəcə indi anlaya bildiyimdir. Under no circumstances. Yenə eyni qaydada under no circumstances hissəsini keçirtmişik cümlənin əvvəlinə. Köməkçi fe'l bu cümlədə var və shoulddur. Should gəlir özündən sonraya. Daha sonra cümlənin mübtədası gəlməlidir. Daha sonra əsas xəbər gəlməlidir. Desəz ki, burada inkar var idi. Nəyə görə burada inkar yoxdur? Under no circumstances artıq cümlənin əvvəlində o inkarı verir bizə, bildirir. Və burada da under any circumstances idi. Götürmüşük, onu neqativləşdirmişik. Should you open this door? Sən heç bir halda bu qapını açmamalısan. In no way-də yenə eynən heç bir halda mənası daşıyır. I will not accept such behavior in any way. Mən hər hansısa bir yolla belə davranışı qəbul etməyəcəm. Yenə bu cümlədə də görürsüz, inkar var və any var. Biz bunu artıq in no way vasitəsilə ifadə eləyəcəyimizə görə buradakı nota və anyyə ehtiyac duymayacağıq. In no way keçdi cümlənin əvvəlinə. Baxıram cümləmin köməkçi fe'li willdir. Mübtədası məndir, gətirdik, qoyduq. Əsas xəbər isə accept-dir. Cümlənin geri qalanında hər hansısa bir dəyişiklik etmirik. Sadəcə olaraq burada verdiyi in any way, bilirik ki, any inkar cümlələrində istifadə olunur. Biz artıq bunu keçirdib no way vasitəsilə veririk. Çünki biz burada təsdiq cümləsi qururuq. Sadəcə adverbialı cümlənin önünə keçirdirik. Nowhere. I have not seen such a beautiful sunset anywhere. Yenə eyni qaydada inkar cümləsində anywhere verib, biz artıq onu nowhere ilə əvəz eləyirik. Nowhere keçir cümlənin əvvəlinə. Cümləmin köməkçi fe'li have-dir. Have keçir özündən sonraya. Mübtəda və ardınca cümlənin qalan üzvlərini gətirib cümləyə əlavə edirik. Yenə burada nowhere cümlənin əvvəlində istifadə etdiyimizə görə anywhere burada istifadə edə bilmirik. Eyni zamanda təsdiq cümləsindən söhbət gedir burada.
Never bildiyimiz kimi heç vaxt mənası daşıyır. I have never seen such a beautiful painting. Mən indiyə qədər belə gözəl bir rəsm görməmişəm. Never keçdi cümlənin əvvəlinə. Cümlənin köməkçi feili have'i gətirdik, qoyduq öz yerinə. Daha sonra mübtəda və xəbər. Növbəti olaraq da cümlənin digər hissəsi. Son olaraq da rarely-yə baxacağıq. Rarely nadirən deməkdir, amma burada seldom da istifadə oluna bilər. Eyni qaydada istifadə olunur. I rarely eat fast food. Mən nadir hallarda fast food yeyirəm. Rarely keçdi cümlənin əvvəlinə. Zaten cümləmizdə var idi, sadəcə keçirdik cümlənin əvvəlinə. Rarely-dən sonra baxıram cümləm hansı zamandadır? İndiki sadə zamanda. Deməli, do-dan, does-dan istifadə eləyə biləcəm. Məndən söhbət getdiyinə görə yenə do deyirəm. Rarely do I eat fast food? Cümlənin digər hissələrində də hər hansısa bir dəyişikliyə ehtiyac qalmır.